İlk öncə hamını salamlayıram. Mən Jalə Razıyeva, Baku Medical Plaza Babək Laboratoriyasının şöbə rəhbəriyəm. Qeyd edim ki, bu mənim ilk böyük auditoriyadakı çıxışımdır. Ümidvaram etimadınızı doğruldaram. Deməli, mövzuya gəldikdən, mövzumuz normal qan dəyərləri və donor xidməti laboratoriyanın təşkili ilə bağlıdır. Burada mən müzakirə mövzularını açmaq istəyirdim. Qan parametrlərinin normal aralıqları, əsas əlavə statistik nöqtələrə toxunacağım ki, haradakı burada region və irqi fərqliliklər var. Preoperativ hemoqlobin səviyyələrinin dəyərləndirilməsi, force major hallarda donorun təminatı, xəstə nümunəsi üzərindən dinamikanın izlənməsi və qan transfuziyalarının istifadə sahələrinə toxunacağım. Burada siz əslində hər kəsin bildiyi üzrə qan parametrlərinin normal aralıqlarını qeyd etmişəm. Kişi, qadın və uşaq olaraq ayırmışam. Gördüyünüz kimi yeni doğmuşlarda və 1 və 6 yaş arasında hemoqlobin dəyişmələrini qeyd etmişəm. Eyni zamanda burada yaşayan regionlarla bağlı normal qan parametri regionlar, yaşa cinsiyyətə, hətta yüksəkliklərə görə, məsələn, dağlıq ərazilərdə bilirsiniz ki, yaşayan insanlara görə fərqlənə bilər. İrsi fərqliliklər daha da maraqlıdır. Regional fərqlilikdən başqa irsi fərqliliklərdə, məsələn, mən Asiya və Avropa əhalisinə görə ayırmışam. Hansı ki, burada araşdırmalar göstərir ki, Asiya əhalisində hemoqlobin səviyyələri Avropa əhalisinə nisbətdə aşağı ola bilər. Məsələn, Cənubi Asiyalı arasında kişilər üçün ortalama hemoqlobin səviyyəsi 12-14 qram bölmüş desiliterdirsə, qadınlar üçün 10-12, Avropa əhalisində isə ondan fərqli olaraq 13-17 qram bölmüş desiliter, qadınlar üçün isə 12-15 qram bölmüş desiliter arasında dəyişmişdir. Uşaqlar və yeni doğmuşlar haqqında da dedim, burada daha yüksək olar. Yaşlılarda isə hemoqlobin və hematokrit səviyyələri təbii olaraq bir qədər azalır. Baku Medical Plaza olaraq hər biriniz bilirsiniz ki, biz saysız əməliyyatlara imza atmışıq. Uğurlu əməliyyatların əsas səbəbi zamanında düzgün dəyərləndirilmiş qan dəyərləridir. Bir mənalı olaraq bütün pasiyentlər bizdə əməliyyat paketi rutininə tabi olduğu üçün planlanmış əməliyyatlar, hamiləlik və ya estetik əməliyyatları nəzərdə tuturam. 30 gün öncəsindən paketlərdən keçirilir və bütün bu mövcud risklər revmatoloqlarımız tərəfindən dəyərləndirilir. Yəni, əməliyyat öncəsi və sonrası normal qan dəyərlərinin orqanizmdəki belə deyim, ayarları, eyni zamanda biokimyəvi testlər, burada qaraciyər və böyrək funksiyalar testləri, laxtalanma faktorları və virusoloji analizlər özünü göstərir. Burada bir case qoymuşam, hansı ki, biz bu video çarxda force major hallarda xəstəyə əməliyyat zamanı necə müdaxilə edirik, ona istəyirəm baxaq. Hansı ki, təxirə salınmaz əməliyyat zamanı aşağı hemoqlobinlə xəstə alınıb əməliyyata. Burada öz xidmətlərindən dolayı ekibimə də təşəkkür edirəm. Ümumiyyətlə qəbul olunmuş, xəstəxana içində qəbul olunmuş əməliyyata göstəriş olan 13 kişilərdə, qadınlarda 12-dən aşağı olmamalıdır və biz bunu nəzərə alaraq bəzən donor ehtiyatlarımızı öncəsindən görürük.
Lakin belə bir кейslər üzərindən danışmaq istəyərdim. Ümumiyyətlə, bəzən olur ki, qanama zamanı və yaxud da donor köçürməsindən həmən sonra hemoqlobin göstəricilərində cavab almaq istəyirlər. Lakin burada bəzi faktorlar var. Mən onlar üzərində keçmək istəyirəm ki, burada qan dövranının bərpası, hemoqlobin səviyyəsinin düzgün ölçülməsi üçün qan dövranının tam stabilləşməsi vacibdir, bilirsiniz. Bu qan həcminin komponentlərin bərpa olunması ilə əlaqədardır və adətən qanaxmanın dayandırılması bir neçə saat sonra mümkün olur. Əlavə maye balansıdır ki, əməliyyat zamanı xəstəyə infuziya, maye və qan məhsulları verilirsə, bu hemoqlobin səviyyəsini müvəqqəti olaraq seyrəldə bilir. Reallıqda hemoqlobin səviyyəsi tam əks etdirmək üçün bədən maye balansını tənzimləməlidir. Bu isə adətən 6-12 saat çəkir. Klinik analizlər üçün qan nümunəsi tez-tez əməliyyat zamanı və dərhal sonra götürülür, amma ən doğru nəticələr əməliyyatın tamamlanmasından və hemodinamik stabilliyin təmin edilməsindən sonra təxminən 12-24 saat ərzində əldə olunur. Orqanizmin adaptasiya mexanizmlərində qanaxmadan sonra bədən müəyyən kompressor mexanizmlər işə salır. Burada damarların daralması, eritrositlərin səfərbər edilməsi və s. nəzərə alınmalıdır. Hemoqlobin səviyyəsinin tam əks olunmasına görə. Yenə bir xəstə keysində 47 yaşlı qarın nahiyəsində kəskin ağrı, təzyiq düşməsi, halsızlıq, diaqnoz perforasiya olmuş mədə xorasıdır və təcili cərrahi müdaxilə tələb elədi. Əməliyyat zamanı xəstədə ciddi daxili qanaxma baş verdi. Təqribən 1,5 litr qan itirildi. Qanaxma tez bir zamanda dayandırıldı, lakin xəstəyə bir ədəd eritrosital kütlə və 1 litr fizioloji məhlul köçürüldü. Müşahidələr və təhlil onu göstərdi ki, qan dövranının bərpası, hemodinamik stabillik, xəstənin təzyiqi 90-60-dan 110-70-ə qədər yüksəldi, qan dövranı stabilləşdi, ilkin hemoqlobin nəticə 6,8 qram bölmə litr olaraq ölçüldü. Həkimlər infuziya və qan köçürmə prosedurlarını davam etdirdilər, əsl nəticələrin görünməsi üçün isə əlavə vaxt tələb olundu. Əməliyyatdan dərhal sonra xəstənin vena daxilindən 1 litr fizioloji məhlul və 500 ml kolloid məhlul vurulur. Bu qan həcmini artırır, lakin hemoqlobin səviyyəsini müvəqqəti olaraq seyrəldilmiş göstərdiyi üçün 2 saat sonra hemoqlobin səviyyəsi 7,2 oldu. Lakin bu hələ də tam reallığı əks etdirmədi. Əməliyyat sonrası 6 saat ərzində hemoqlobin 7,2-dən 7,8-ə qədər yüksəldi. 12 saat sonra maye balansı stabilləşdirdikdən sonra hemoqlobin səviyyəsi 8,1 olaraq ölçüldü. Bu real nəticəyə biraz yaxın idi, lakin tam real deyildi. Bədəndə kompressiv mexanizmlər işə düşür, o cümlədən dalaqda saxlanılan eritrositlərin sərbəst buraxılması başa çatır. 24 saat sonra xəstənin hemoqlobin səviyyəsi 8,5 qram bölmüş litr oldu. Orqanizmin təbii adaptasiya və köçürülən eritrosit kütləsinin təsiri ilə tam əlaqədardır. Mən bunu nə üçün dedim? Çünki bəzən olur ki, biz həkimlərlə ciddi olaraq orada mübahisələrə başlayırıq. Çünki onlar sadəcə dinamikanı bu şəkildə görməyə, verilən saatlarda görməyə öyrəşiblər, belə deyim. Amma lakin digər faktorları mütləq şəkildə nəzərə almalıdırlar. Biz hər dəfə onlarla konsultasiya eləyib, dəyərləndirdikdən sonra bir razılığa gələ bilirik. Belə deyim, laboratoriyanın bir mənalı şəkildə bir yaralı tərəfidir. Anemiya və qan azlığı hallarında qan transfuziyon istifadə sahələrinə toxunmaq istəyirəm. Hamiləlik və doğum zamanı ağırlaşmalarda, qəzalar nəticəsində ağır travmalarda, cərrahi əməliyyatlar zamanı, irsi qan xəstəlikləri, məsələn, talasemiya, oraqvari hüceyrə anemiyası olan xəstələr üçün, hemofiliya kimi xəstəliklər üçün qan məhsullarının istehsalında istehsal olunur. Hemoqram parametrlərin düzgün izlənməsi və donor qanının sağlamlığı köçürülən şəxsin bərpasında mühüm rol oynayır. Elmi araşdırmalar göstərir ki, qan bağışının davamlı dəstəyi ilə sağlam həyat üçün kritik vacib bir fərq yarada bilərik. Necə deyərlər, every drop counts, hər damla dəyərlidir. Təşəkkür edirəm.